İnsaf heç gürcü dilini bilmir. Nə tür bu adamlarla bu qrup oldu? Bu onların heç bir vaxt görməyib, nə də o uşaqları tanımır. Elə o uşaqlar da bir-birini tanımır. Bu adamlar safdır. Əgər bunlar bir dələduzluq eləməyə getsəydi, üzlərini bağlayıb gedərlərdi. Ola bilər nəsə də atıbdır, ancaq heç kimə ziyan dəyməyibdir, boş kağız atıbdır. Sözlü deməyə gedibdi, ayın 4-ü axşam mən uzaqdaydım, mənə zəng gəldi ki, oğlumu tutublar dövlət tərəfindən. Mən başa düşmədim, nəyə görə tutublar, niyə tutublar, nəyin əsasında tutublar. Dedilər ki, özü də işdə tutulubdur. Ayın 4-ü bu yekə maşınla, asfalt daşıyan maşınla Tiflisə asfalt daşıyır. Orada iş yerində dayanıb gözləyirmiş növbüyü asfaltı yola tökmək üçün. Onu da 4 nəfər polis yaxınlaşıb bunu danışdırıblar. Sizin şəkliniz, videonuz var. O da razılaşıbdır, qanuna tabi olub, deyib, bəli, olmuşam. Ancaq bir xahiş eləyib ki, asfaltı mən boşaldım, 30 ton içində maşının asfalt var. Asfalt donmasın. Ancaq bunlar icazə verməyib, 50 qollu qandallayıblar. Su dolur, gedirik suda. Hamı qulaq asır, danışırlar, onları danışdırırlar. Bir dənə cinayət işləri yoxdur. Yəni, cinayət açılıbdır. Ancaq bir dənə bir şüşə qırmayıblar, maşın yandırmayıblar. Heç bir, belə bir cobut iş görməyiblər. 8 nəfərdir bununla olanlar. Biz də gedib gəlməkdən bezmişik. Yəni, bunun İnsaf Əliyevin bir oğlu, bir qızı, 1 yaş 2 aylıq oğludur, 3 yaş 3 aylıq qızıdır, cavan yoldaşı, qoca nənəsi. Yəni ki, ailə bu İnsaf Əliyevə baxır. İnsaf Əliyevdir bu ailəsini dolandıran. Mən də ata olaraq kömək edirəm əlimdən gələni. Ancaq İnsaf Əliyev ailəsinin içində olmalıdır. İnsaf məni bir balaca uşaq təki saxlayırdı. And olsun Allaha. Deyirəm, Allah, gedəydim yanında bir 10 dəqiqə oturuydu. Uşağı da darıxır, hamımız da darıxırıq. Niyə darıxmayaq?